Bəzi insanların səviyyəsi olmaz, üzr istəyirəm. O səviyyəsi, hörməti olanların da qəbullana bilmir o hörmətinə. Onsuz da bunun hörməti itib batıb, onu qıcıqlandırar ki, o da bir sözün bu səviyyəsinə düşsün. Gəlir orada möhkəm bulasın. Onun hiləsinə düşməyəsin. O, elə o hiləsində özü qovrulsun. İnsan buna diqqət eləməlidir. İzə xaltəbəhumul cahilun qavlu səlamı. Səlamı. Ya vidalaş o birisi mənada, ya da sözlüdür, yaxşı sözdür. Onun səviyyəsinə düşmə. O söyüşlə danışır, sənə nə düşür? Üzr istəyirsən, bağışlayırsan. Sən özünü saxla. Dəlillə, məntiqlə, neylə? Cavab ver ki, nə? Xülasə, İbadur Rəhmanın bu ayədən çıxarışı, qalu səlamədən çıxarışı nədir? Mənası budur. İctimai münasibətlərdə heç kəs incitməzlər. Özləri heç kəs incitməz. 2. Onlara soyuq, quru, məhəbbətsiz davranışlarına görə kimlərinsə, soyuq, quru, məhəbbətsiz davranışlarına görə göz yumarlar başqalarının, sayğısızlıqlarına səbr edirlər. İbadur Rəhman belədir. Ona görə inzivaya çəkilmir, təcrid olmur. Fikir vermişsiniz, bəzi insanlar təkləşir, çəkilir bir göşəyə, əşinməyə qalıb, zəif insandır. İbadur Rəhman deyil. İbadur Rəhman cəmiyyətin içində olmalıdır. Cəmiyyətdən qopmamalıdır. Yaxşı. Bir dənəsində deyim, وَالَّذِينَ يَبْيَتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا. İbadur Rəhmanın gecə ibadəti də var. Ümumiyyətlə, adamın gecə ibadəti olmasa, gündüz bunlara səbr edə bilməz. Gecə ibadəti aradan geçsə, insan bir gün o vulkan kimi püskürəcək. Gecə ibadəti lazımdır. وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا أَسْرِفْ أَنَّ عَذَابَ جَهَنَّمْ. Duaları budur, İlahi cəhənnəm odundan bizi xilas elə. Həm insanlarla xoş münasibət, həm işləri pak, həm gecə ibadətləri yerində, özlərini də Allahın müqabilində heç bilirlər İbadur Rəhman. İlahi cəhənnəmdən bizi uzaq elə. وَالَّذِينَ إِذَا أَنْفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًا. İsraf eləməzlər, xəsis olmazlar, ifrat eləməzlər, təfrit eləməzlər. Niyə? Çünki ədalət onların mehvəridir. Niyə? Ədalətlidirlər. Ədalət nədir? Hər şey öz yerində qoymaq. Hər şey öz yerində qoymaq üçün hər şeyin yerini biləsən. İbadur Rəhman hər şeyin yerini bilir. Öz yerində bilir, öz həddində bilir. Hər şey yerində qərar verir. Az verməlisə az verir, çox verməlisə çox verir, çox verməli yerdə az vermir, az verməli yerdə çox vermir. İbadur Rəhman budur.